14 tonluq mətbəx mebeli. Azərbaycanda tək burdadır. İtaliyada bir showroomda sərgilənmiş bu nəhəng mebeli Bakıya, Ağşəhərə kim gətirib? Gətirməyiblər. Eynisini yaradıblar. Bu şirkət bir evin bütün mebelə aid nəyi varsa sıfırdan hazırlayıb təhvil verir. Evini yeni quranlar, diqqətlə baxın. Vəlioğlu mebelin Ağşəhərdəki showroomunda görün nələr var. Bax bu mətbəx mebeli də İtaliyada bir showroomda nümayiş etdirilib. Birəbir eynisini Vəlioğlu mebelin ustaları hazırlayıb. İndi qiyməti deyəcəm, şok olacaqsınız. İtaliyada 32.500 avroya satılıb. Bu eynisi. Bakıda 3500 manat təxminən. Fərqə bax da. Hamam otağının mebellərində istifadə olunan materialı suyun içində görüb təəccübləndim. Yəni görün suya nə qədər davamlıdır ki, burada showroomda bunu suyun içinə salıb saxlayırlar. Yəni xarab olma ehtimalı yoxdur. Hələ burada yumşaq mebellərin parçalarına baxın. Bu parçaların özəlliyi bilsə nədədir? Oda davamlı var, ləkə götürməyən var, su götürməyən var. Hətta nə var? Nə var? Suyu tökürsən axır gedir kənara. Bəylərin arzuladığı dolab. İçini göstərmirəm. Videonun ikinci hissəsində sizə tavana yığılan unikal mebeldən və enib qalxan masadan xəbər verəcəm. Burada çox maraqlı əl işləri var. İzləmədə qalın. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.